lastik koftası giyinmişəm və belə paltar giyinmişəm, sport. Çünki gedirəm bugün Asiya sərgisinə. Orada həm Hindistan, həm Pakistan, həm də müxtəlif Asiya ölkələrinin məhsulları satılır. Həm istəyirəm gedim çəkiliş eləyim, həm də bir müəyyən qədər məhsullar alım. Ona görə də məni izləməyə davam edin. Bəli dostlar, gördüyünüz kimi Best of Asia, yəni Böyük Asiya sərgisi 13 iyundan 22 iyuna kimi davam edir və bura giriş sərbəstdir, yəni pulsuzdur. Səhər saat 11-dən axşam saat 7-yə kimi davam edir. Ünvan isə Nizami Kino Mərkəzi, sahil metrosuna yaxın. Belə gedək görək, satışda nələr var, hansı rəqslər, hansı şou proqramlar var. Bəli dostlar, baxın buradan belə daxil olursunuz, liftlə qalxırsınız. Amma neçənci mərtəbə olduğunu hələ mən də bilmirəm, gedək görək. Mən səhv etmirəmsə 3-cü mərtəbə olmalıdır. Çünki keçən dəfə də 3-cü mərtəbədə olmuşdu. 3-dən düşürsə deməli ki 3-cü mərtəbədədir. Baxaq. Dostlar, deməli mən yanlış bildim. 4-cü mərtəbədəymiş. Qalxan kimi 4-cü mərtəbəyə gəlin. Bugün ne oynuyorsun? Which dance today? Today I am different dance. In Punjabi and Rajasthani and Bollywood mix. Dostlar, qolbaqlarıma bakın. Deməli bunların biri 1 manatdır. Bir də bu publikonu göstərin. Deməli uşaqlar üçün də qolbaqlar var. Baxın. Nə qəşəngdir. Dəsti 5 manat. Hər rəngi var. Al rəngi də var. Alın uşaqlarınızı sevindirin. Çünki Hindistan partiləri olur uşaqların məktəblərində, bağçalarında. Onda həqiqətən də uşaqlar yəni lazımlı olur. Ona görə də gəlin alın. O qədər qəşəngdir ki, əlimdən çıxarmaq istəmirəm. Amma paltarıma uyğun olmadığı üçün çıxaracağım. Bəli, yaxın. Bu içində qulaq asın, öz halında. Bunlar neçədir? 7 bunlar. Bir dənəsi var, 7 dənə çakra. Allah var. Çakra, çakra. İnşallah bu da heç kim almaz və mənə qalar. Ja nie słyszę, jeszcze gromszy. Jimmy. रंग बरसे और रंग बरसे Azerbaijan Karabağ. I too much love Karabağ, Azerbaijan, Baku. Şəkildir, şəkil. Şəkil çəkirəm, videodur, video.
Video. Salam. Necəsən? Şakir. Şokola neçədir? Hamam. 10 manat. 40 manat. Manat şokola. Bilərsiniz, yaxud da ki, gəlib belə çəkdirə bilərsiniz. Şahruxan Qiymətləri istəmir, mən soruşmuram. Düyü yaxşıdır, 10 manata yaxşıdır. Bir də belə 15 manat. Deməli dostlar, bura gəlsəniz belə portretinizi çəkdirə bilərsiniz. Misal üçün uşaqlar üçün 15 manata, böyüklər üçün 20 manatadır. Əgər siz Şahruxanla bir yerdə şəklinizi çəkdirmək istəyirsiniz, o zaman 30 manat ödəyəcəksiniz. Məncə dəyər. Xanımın da maşallah əllərinə, qollarına sağlıq. Dostlar, burada dəridən kaşloklar var. Baxın, hamısı yenidir, hamısı yeni və gözəl. Neçədir kaşloklar? Çox sağ olun. Kaşloklar neçədir? Kaşloklarımız 10 manatdır, bunlar 5 manatdır. Bunlar 15 manat. Yəni belə qabda alınanlar 10'dur, 15'dir, bunlarsa 5'dir. Belə dəridən nə gözəl materialı var. Wow, çox qəşəngdir. Və dəri materialdan belə qəşəng kəmərlər. 50 manata. Bəs hamısı yoxsa fərqli qiymətlərdir? Bu 60 manat. Bəs bu pil? Bəs ilan? İlana baxın. Nə maraqlıdır, wow. Bu neçədir? Hamam? 20 manat. Şu stayla bana bakın dostlar, 3 manata bindilər var. Gəlin alın, hər cürdə var. Baxın, 3 manat. Məncə çox yaxşı. Biraz iriləri var. Bunlar. Bəs bu qolbaqlar neçə?
Dəsti 10 manat. Uşaqlar üçün bunlar hansı 5 manat? Vay, nə qəşəngdirlər. Var, bir də bunun gözəlliyinə baxın. 10 manatdır. Amma mənim səhifəmdən gələnlərə indirim edirlər. Ha ha ha. Ay, işte həyəcanlandım. Bunların da dəsti 10 manatdır. Elə bil ki, içində 1, 2, 3, 4, 5 dənə var. Var bu aksesuar. Çək şəklində 30 manatdır. Ne gözəldirlər. Çox sağ olun. Hə, və burada qəşəng təbii daşlardan aksesuarlar var dostlar. Gəlib ala bilərsiniz. Baxın, hər daş var. Gücünüzə uyğun. Hər cür daşlar var. Neçədir daşlar? Daşların qiymətləri fərqlidir. Hə. Bu şey Amerikan şeyi, diamondda çox qəşəng. Bu neçə? Agitli, kristaldır, agatdır. Manatdır. Təbii daşlı aqatdır, əgid daşından da 300 manat. Çox qəşəngdir. Bəylər, gəlin alın xanımlarınıza. Bu dəst Yəni neçədir? inşallah gözəl bir takı əşyasıdır, maharaca dəstidir. Bu çox gözəl bir dəst sayılır. Ümumiyyətcə bu bir yerdə sindir olan gün təqdimat olur. Buna Mangalsutra deyilir. Yəni bunların formaları var. Neçədir? Qiymətlər cürbəcür dəyişir. Bu. Manatdır. 350. Oha. Hə, qəşəngdir amma məncə bu daha gözəl. Yəni təbii daşların qiymətləri bilirsiniz ki, həmişə yüksək olur. Amma siz təbii ki, endirim istəsəz eləyəcəklər. Ona görə həmişə endirim istəyin. Endirimsiz getməyin. İndi bunu açacaqlar, tam göstərəcəklər. Buranın ən gözəl dəsti bu sayılır. Çox qeyri-adidir. Yəni belə bir şey görməmişdim mən. Hə, yəni təbii daşların da həqiqətən fanatları var da, istəyənləri var. Çox da sevdilər, rənglər də var. Fərqli. Bundan daha çox xoşum gəldi. Bundan daha çox xoşum gəldi. Yağlar Hindistan istehsalıdır, yoxsa Pakistan istehsalı? Hə, Pakistan istehsalı yağlar. Bunlar nə üçündür ki? Onlar orqanizmə xeyirli olan, məsələn, zeytin yağı, mədə, bağırsaq, ciyərin faydalıdır. Pakistan yağları başı məşhurdur. Belə kokos yağı. Yağları da, kremləri çəkirəm. Bu nə maraqlıdır, belə həm də daramaq olur, hə? Saçın sadır, yeni saçlar çıxarır. Amla yağıdır bu? Yağ. Hə, keşə yağıdır. Keşə yağı da var, amla yağı da var. Amla yağı neçədir? Yağlar 15 manat. Xınadır. Xına hər cür xına növləri var burada sərgidə. Paçka halında Oo, satılır. neçədir də bunun paçkası? Paçkası 20 manat. Heç 3 manat. Namaste. Namaste, namaste. Nə gözəlsiniz. Wow, very nice. How much? 5 manat, 5 manata görə nə gözəl. Yenə də mən çəkdirmişəm. Deməli dostlar, belə uşaq üçün görünən gözəldir. Uşaq üçündür, 90 manat. Hindistan sərgisindən çıxanda biz bax, Arzu burnu üçün aksesuar da alıb, bunun da qiymətini bizə 1 manata verdilər. Bilmirik öz qiyməti neçədir. Mən artıq sərgidən çıxdım, amma sərgi saat 7-yə kimi davam edir. Yəni axşam saatlarına kimi gəlib iştirak edə bilərsiniz. Yenə də qeyd etdiyim kimi giriş sərbəstdir. Bu qədər. İnşallah ki, yenə gələcəm sərgiyə. Bu dəfə vaxtım az olduğu üçün və sərgi təzə başladığı üçün məhsullar biraz azdır. Amma önümüzdəki günlərdə sayı çoxalacaq. Ona görə də mütləq siz də gəlin və vlogumu izlədiyiniz üçün sizə hər birinizə təşəkkür edirəm. Sağ olun.